Bugün icmaldan mənə atdığınız əl işlərinizə baxdım. Hər biri həqiqətən çox qəşəng idi. Və bunu deyim ki, daim işləməyə davam edin. Çalışın ki, başqalarına da ilham olun və videonu çox da uzatmadan sizin işlədiyiniz əl işlərinizə baxaq. İlk işimizlə başlayaq. Burada papaqlı bir qız təsviri var. Maraqlı görsənir. Sadəcə tonlamasını biraz da etsə daha maraqlı görsənəcək. Burada isə detallarına qədər işləyib pul qabı reallığa üstün verir. Bunu başa düşürəm. Ümumi hər yeri tona salır. Məncə həmin obyektə fokuslansa, məsələn burada da fokuslansa daha yaxşı olar. Yəni əl işlərindən ən çox bunu çox həqiqətən bəyəndim. Dediyim kimi hər yeri eləməkdənsə bir dənə şey mərkəzləşmək daha uğurlu olar. Məsələn burada da olduğu kimi işıq kölgə anlayışlarını eləsə, işi qat-qat qəşəng olacaq. Bu qızımızın işi də qəşəngdir. Maraqlı görsənir. Biraz da tonlamanı etsə, yəni ümumi qəşəngdir, afərin. Burada tələbəmiz 5 saatını alıb bu iş. Həqiqətən hələ biraz da işləsə lap qəşəng olar. Bayrağı çox bəyəndim, xarı bülbülü də. Yəni afərin. Burada da tələbəmiz yazıb, başqa ixtisası verərək vazkeçdiyim rəsm bacarığım. Və bu söz həqiqətən insanı yaralayan, insanı incidən məhz bu sözdür ki, vazkeçmək. İnsan heç vaxt sevdiyi bir peşədən, sənətdən vaz keçməməlidir və əl işlərini görürəm həqiqətən afərin. Məsələn, bu güllərdə olsun, boyun hissəsi olsun, işıq kölgəni tanıyır, afərin. Məsələn, buradakı işi fırladaq siz üçün, məsələn, bu da qəşəngdir. O dərinlik hissi olunur. Yəni, vaz keçmə, hobbi olaraq yəni, davam elətdir heç olmazsa. Qoy, yəni, bu zövqü, bu ruhu itirmə qətiyyən. Məsələn, bu işçi də qəşəngdir. Həqiqətən heyfim gəlir. Yəni zaten YouTube kanalı açmağın səbəbi o idi. Belə fitri istedadlı uşaqları qabağa çıxartmaya, onları daha da ruhlandırmaq. Və məsələn bu işini çox bəyəndim. Afərin. Afərin. Afərin həqiqətən. Bu başla yəqin işləyib, mat görsənir. Bu işdə də ağacdır, yerlənəcək bir yer. Maraqlıdır. Yəni burada da işdə də həqiqətən maraqlıdır. O qılınc detalı məndən aldı həqiqətən. Afərin. Burada da bu işdə qəşəngdir. Burada da yazıb ki, Rapunzeli Stitch dostum çəkib, yəni başqası çəkib və gözümün irsi. Yəni qəşəng işləyib. Biraz da işləsə lap əla olar. Və burada da tələbəmiz yazıb ki, yaşını deyib 12 yaşın var, heç kursa getmədiyini və heç kimdən kömək almadığını qeyd edib. Afərin. Həqiqətən belə eləyin uşaqlar. Özünüz işlədikcə, öz səhvlərinizi gördükcə daha da inkişaf eləyərsiniz. Maraqlı işdir. Bu işdə də 8 noyabra bağlı işləyib. Bayrağı biraz da detallandırırsa lap əla olar. Bu işi də dərsdə çəkilən şəkillər həmişə qəşəng olur. Afərin. Bu işimizdə də yaxınlaşdıraq. Müəllimə salam. Bunlar mənim çəkdiyim rəsmlərdir. Heç bir kursa getməmişəm. Siz rəsm müəllimi olaraq mənim əl işlərimə fikir bildirin. Sizcə mən də sizin kimi rəssam ola bilərəm? Əl qabiliyyətim necədir və videolarınızda paylaşarsanız sevinərəm. Əlbəttə ki, paylaşaram. Yəni bu cür bu qabiliyyətə sahib bir uşaq, yəni məncə qəşəng çəkirsən. Tonlama olsun, formalar olsun. Bax burada da həqiqətən afərin. Kursa getmə. Belə işlər işləyirsənsə lap yaxşı. Bəzən görürsünüz uşaqlar, kursa gedən uşaqlarda həvəs ölə bilir. Qaydalar, sərhədlərə qulaq asmaq istəmirlər və əl işlərində də onu görmək olur. Amma belə həvəskar uşaqları görəndə mən özüm də ruhlanıram. Daha da öyrətməyə meylim artır. Və hissə-hissə çəksəm məncə daha yaxşı olar. Bu qızımızda da natrumurt işləyib güldən də qablar. Çalış karandaşı həmişə bir istiqamətdə apar. Yəni daha da qəşəng olacaq əl işlərin. Sonra isə bu işimizdə də Blackpink işləyib. Məndən də istəmişlər Blackpink-i. Amma burada məsələn yeni il temalı əla, afərin, qəşəng görsənir. Və yuxarıda da qeyd edilib ki, bilirəm pis olub. Yox, qətiyyən. O formaları vermişsən, həqiqətən əhsən. Onların məsələn elastikliyi çox qəşəngdir. Bu işimizdə də mayak işləyib, akvarel texnikası ilə məncə çox bəyəndim. 12 yaşı var və 3 aydır ki, hazırlığa gedirəm. Afərin. Yəni həqiqətən inkişaf elətdirmirsən, çox qəşəng. Burada qəşəngdir. Tonlamanı başa düşmürsən, işıq kölgəni başa düşmürsən. Afərin. Burada da məsələn, bu da şey işləyib, Einstein qəşəngdir. Bu da qəşəngdir, amma Einstein daha çox bəyəndim. Bu da qəşəngdir. Amma xarakteri tuta bilirsən. Yəni baxıram ki, kim işlədiyini başa düşülür. Burada da geyim işləyib, çox qəşəng geyimdir amma. Burada da işi qəşəngdir, meyvə, natrumurt işləyib. Rəngləri qəşəng tutuzdura bilirsən. Burada da yəqin işıq kölgəni öyrənmək üçün kürəni işləyirsən. Afərin. Belə mərhələ-mərhələ işləsən
lap yaxşı, daha da qəşəng olar. Məncə gözəl nəticələrin olacaq. Portretdə çalış hissə-hissə çək, sonra bütövləşdir. Amma məsələn natürmortlarını mən daha çox bəyəndim. Portretlərdə də biraz da işləsən, məsələn bu akvarel texnikasından çox qəşəng. Aha, fərlə davam eləyir. Bu başqa tələbəmizin işidir. Aha, çox qəşəngdir. Mən akvarel texnikasında bu cür işləyən uşaqların əl qabiliyyətini çox bəyənirəm. Çünki akvarel texnikası çox çətindir uşaqlar. Məsələn burada işıq kölgə, bu da qəşəngdir. Atlar, aha, rəng tonlamasına biraz da fikir versən, aha, flaminqonu da işləyib. Ata nisbətən flaminqo daha belə real görsənir. Burada da natürmortu uzaqdan eləyib. Biraz da yaxınlaşdırsan lap əla olar. Çünki belə çox eyni tonda eləmirsən. Məsələn, burada da biraz onu da işıq kölgəni biraz da eləsən, amma ən çox bunu bəyəndim. Çox qəşəngdir. Rənglər olsun, forması olsun. Bu işdə tərsinə qoyulub. Bu da qəşəngdir. Burada işıq kölgəni biraz tutdurmuşsan. Burada məsələn parçaların formasıdır, qəşəngdir. Afərin. Biraz əyriliklər olsa da qəşəngdir. Aha, mən bu işi Asistin kanalında, kanal deməyək, Instagram səhifəsində gördüm. Onun əl işini belə bir işləyiblər və çox qəşəng işləyib. Burada da yazıb ki, müəllimə sizi çox sevirəm, mən də çox sevirəm. Həqiqətən çox sevirəm ki, bu formada əl işləriniz var. Yəni akvarel texnikasını çox qəşəng işləyirsən. Yazımızı əvvəlcədən yenə oxuyun. Burada yazıb ki, sevirəm və mənim çəkdiklərimdir. Həqiqətən çox qəşəngdir. Və 15 yaşım var. 15 yaş. Əhsən. Dizayna hazırlaşıram. Çəkdiyim şəkillər müəllim yanına getmədən çəkmişəm. Dəyərləndirsəniz çox sevinirəm. Yəni həqiqətən müəllim yanına getmə. Bu formada işləmisənsə çox qəşəng. Yəni əvvəldən axıra kimi hər biri çox qəşəngdir. Oxşarlıq, xarakteri olsun, tutmayı bacarırsan. İnanıram ki, daha da möhtəşəm əl işlərin olacaq. Bu tələbəmizdə artıq neçənci işidir ki, atır. Məsələn, mən bu gülün ləçəkləri, o qabın içindəki o suyun bilinməsi, yəni həqiqətən çox qəşəngdir. Yazıb ki, 4-cü seriyə atmışdım. Atmadım, indi atdım müəllimə. Çox qəşəng atdım, yəni çox qəşəngdir. Reallığı tutuzdura bitmişsən. Bir dənə sual verim. Hazırlığa getmisənmi? Burada da çox qəşəngdir. Məsələn, Xarı bülbülü çox bəyəndim. Bu işini desən keçən dəfə görmüşdük. Bu da çox qəşəngdir. Desən demişdin, hazırlığa getdiyini. Əhsən, belə davam elə. Bu tələbəmiz 11-ci sinif tələbəsinə oxşuyur və Diyananı işləyib, qəşəngdir işləyib. İlk işindir yəqin. Amma ilk işə görə çox qəşəngdir. Afərin. Biraz ağız hissəsində biraz əyrilik var elə belə, amma qəşəngdir. Burada da məsələn işıq kölgədə hələ tam bitməyib işin. Burada da tam bitməyib. Çalış işlərini tam bitir. Sonra burada yazıb ki, tələbəmiz müəllimə salam, necəsiz? Çox sağ ol. Sən necəsən? Mənim də şəkillərimə baxarsınız. Mən də bu il 11-ci sinifəm. Həm dizayn üzrə, həm də tim üzrə imtahan verəcəm. Yəni fon verməyə başlamışam deyə səhvliklər var, düzəldəcəm. Ümumi olaraq sizcə qabiliyyətdən neçə alaram? Təbii ki də çoxlu istəyirəm. Görürəm ki, yəni sən 8-9 ala bilərsən. Yəni əl işini bəyənirəm həqiqətən. Burada çox qəşəng işləmirsən Veneranı. Veneranı çox bəyəndim. Afərin, xarakterini tuta bilmirsən. Bu işində də məsələn işıq kölgən çox maraqlı işləmirsən. Gülün də şeyləri olsun. Məncə keçəcəksən. Bu işimizin də ardıdır. Görmüşdük. Çox qəşəng. Və buradakı iş Pinterestdə görmüşdüm. Yəni güllər çox qəşəng eləmirsən. Bir də səma çox qəşəngdir. Afərin. Burada da saçlar, formalar qəşəngdir. Biraz da işıq kölgə fikir versən, lap əla olacaq. Burada da məsələn quşların formalarına fikir ver. Yenə də çox qəşəngdir. Burada məsələn ən sevdiyim işim bu oldu. Şarın forması, o həcmliliyi vermisən əhsən. Burada da məsələn Wednesday'dəki o qız var, onu oxşatdım. Amma qəşəngdir. Burada da qəşəngdir. Alt hissəyə fikir ver. Amma belə o formanı vermirsən əhsən. Bax əla. Hissə çəksən daha da uğurlu. Biraz da məşq elə, biraz da elə daha da uğurlu nəticə əldə edəcəksən. Burada da məsələn afərin, rəngləri çox bəyəndim. Buradakı işində də bu isə davamıdır. Ağız hissələrində ümumi formalarına fikir ver. Adımın Xavvərdir. Nə qəşəng maraqlı adım var. 12 yaşında belə istedadlı uşaq. Afərin. Qəşəngdir. Mən bu işini daha çox bəyəndim. Natürmortunu çox bəyəndim. Bu da qəşəngdir. Məsələn, əllər biraz gözə çarpır, amma pis deyil. Biraz da yaxşı işləyə bilərsən. Heydər Əliyevdə burun hissəsi. Ümumiyyətlə, Heydər Əliyevi çəkmək uşaqlar biraz çətindir. Xəbər, bu dodağı çox bəyəndim. Əfərin. Məsələn, burada da doda ağız dil hissəsi maraqlı görsən. Biraz da işləsən. Məsələn, buradakı dodaq superdir. Əhsən. Yavaş-yavaş inkişaf səndə bilinir.
Hər birinizin əl işlərinə baxdım. Həqiqətən hər birini zövq aldım. Bir-bir baxdıq və qətiyyən çəkinməyin. Kimsə mənim əl işimə pis deyər, yaxşı deyər. Burada önəmli olan bir müəllimin baxmalıdır. Başı çıxan, sənətə dəyər verən bir insanın, bu sənətdə gedən bir insanın fikirlərini almağınız siz üçün çox vacibdir. Yəni sən bu sənətə hörmətlə yanaşmayan, heç nə başa düşməyən, o estetik mədəniyyətə, zövqə sahib olmayan bir insandan nə qədər məsləhət alsan, boş faydadır. Yəni boşdur da, yəni faydasız olacaq. Ona görə çalışın ki, bir-birinizdən faydalanın, yaxşı mənada əl işlərinizə baxın, motivasiya olun. Yəni əsas məqsəd budur uşaqlar. Əl işlərinizi yenə burada, bu YouTube kanalında görmək istəyirsənsə, icmaldan öz əl işlərini atmağı unutma. Bil ki, mən bunların hər birini izləyirəm və sən də öz əl işlərini burada görmək istəyirsənsə, icmalı atmağı unutma. Digər videolarda görüşərik. Hələlik.